Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Hər birinizi xoş gördük. Bu günləri sizlərə gündəlik planlaşdırmanın təlim nəticələrini hazırlayarkən istifadə olunan smart planlama texnikasından danışacağam. Diqqətlə qulaq asın və qeydlər götürməyi unutmayın. Smart nədir? Smart müəllimlər, biz bildik ki, dedik ki, təlim nəticələrinin hazırlamasında istifadə olunur və burada S, M, A, R, T hərfləri başlıq hərflərdir. Yəni ixtisarlaşdırılmış hərflərdir. S hərfi ingiliscə specific, yəni xüsusi deməkdir. M measurable, yəni measurable nə deməkdir müəllimlər? Deməli, ölçülə bilən deməkdir. A, asan, yəni achievable, əldə oluna bilən deməkdir. R, realistik, daha doğrusu nə asan, nə çətin. R, realistik, T isə time, vaxt deməkdir. Və bunları ümumiyyətlə nə deməkdir müəllimlər? Başa salacağam bu günləri sizlərə. Baxın, S hərfi spesifik, yəni təlim nəticəsi spesifik olmalıdır. Təlim nəticəsi düzgün müəyyənləşdirilməlidir. Təlim nəticəsi aydın olmalıdır. Təlim nəticəsi dəqiq olmalıdır. Ona görə bu texnikadan istifadə olunur ki, təlim nəticələri yəni bu cür hazırlanmalıdır müəllimlər. Deməli, spesifik təlim nəticəsini biz mütləq aydın şəkildə şagirdlərimizə bildirməliyik. Yəni, daha spesifik məqamları vurğulamalıdır. Daha sonra aydın formada təqdim etməliyik və s. M ölçülə bilən deməkdir. Yəni, bu nə deməkdir? Təlim nəticəsi deyir, ölçülə bilən olmalıdır. Yəni, sonda biz elə bir təlim nəticəsi seçməliyik ki, müəllimlər, şagirdin bilik və bacarıqlarını sonda ölçə bilək, yəni qiymətləndirə bilək. Biri var ki, təlim nəticəsini seçərkən çox ümumi seçilir, ümumiyyətlə vurğulanmır spesifik məqamlar və onu da qiymətləndirmək çətin olur. Daha mürəkkəb şəkildə yazılır və qiymətləndirmək çətin olur. Yəni, ölçülə bilən olmur. Ölçülə bilən o deməkdir ki, onu qiymətləndirə bilək. Və buna da M ölçülə bilən deməkdir. Elə seçməliyik ki, təlim nəticəsi ölçülə bilən olsun. A hərfi nədir? Asan olmalıdır təlim nəticəsi. Yəni, qoyulmuş hədəfə çatmaq nə asan olmalıdır, nə çətin olmalıdır. Ona görə də müəllimlərin mütləq təlim nəticəsi şagirdlərin səviyyəsinə uyğun şəkildə seçilməlidir. Səviyyəsinə uyğun olmalıdır. Yəni, nə o qədər çətin olmamalıdır, nə də ki, çox asan olmamalıdır təlim nəticəsi. A hərfi onu bildirir. Yəni, nə asan, nə çətin olmamalıdır təlim nəticəsi, şagirdin səviyyəsinə uyğun olmalıdır. R, realistik deməkdir. Yəni, realistik nə deməkdir? Yəni, təlim nəticəsini biz hazırlayarkən, seçərkən müəllimlər, real imkanları nəzərə almalıyıq. Bu nə deməkdir? Yəni, mövcud resursları nəzərə almalıyıq, öyrənmə mühitini nəzərə almalıyıq. Tutaq ki, ucqar bir dağ kəndində dərs deyirsiniz, orada olan resursları, orada olan mühiti, internet resurslarını nəzərə alaraq dərs keçməlisiniz, yəni siz. Yəni, ona uyğun təlim nəticəsi çıxarmalısınız. Aydındır. Yəni, belə deyək də, təlim şəraitinə uyğun olmayan, resurslara uyğun olmayan bir təlim nəticəsi hazırlaya bilməzsiniz. Çünki onu həyata keçirmək lazımdır da, o təlim nəticəsini, düzdürmü? Siz onu resurslara uyğun deyilsə, hər hansı bir dağ kəndində, o təlim nəticəsini həyata keçirə bilərsinizmi? Əlbəttə ki, keçirə bilməzsiniz. Ona görə də hökmən müəllimlər öyrənmə mühitinə, resurslara uyğun olmalıdır təlim nəticəsi. Yəni, real olmalıdır, realistik olmalıdır, ağlabatan olmalıdır da. Aydındır müəllimlər. T nə deməkdir? T, time, yəni vaxt deməkdir. Biz deyirik ki, təlim nəticələri ümumiyyətlə hazırlanarkən, təlim nəticələri həmçinin həyata keçirilərkən təlim nəticəsini şagirddən almaq üçün müəyyən bir vaxt lazımdır. Yəni, vaxtsız heç bir şey olmaz. Ona görə də təlim nəticəsi, yəni məqsədə çatmaq üçün şagirdlərimizə vaxt verməliyik. 1:45 dəqiqə ərzində elə bir təlim nəticəsi seçməliyik ki, oradakı vaxt nəzərə alınsın müəllimlər. Aydındır. Vaxtı mütləq nəzərə almalıyıq. Deməli, bu smart texnikasını artıq bildiniz. S, yəni spesifik təlim nəticəsi spesifik olmalıdır, aydın olmalıdır. M ölçülə bilən olmalıdır, yəni qiymətləndirə bililsin təlim nəticəsində. A, təlim nəticəsində asan olmalıdır, yəni A hərfi asanla yadınızda saxlayın, açar söz kimi, nə də çətin olmamalıdır. R, real sözünü yadınızda saxlayın, realistik, yəni təlim nəticəsi real olmalıdır, təlim nəticəsi qoyulmuş hədəfə çatmaq, yəni asan olsun, real olsun. T, time, təlim nəticəsinə müəyyən bir vaxt nəzərə alınmalıdır müəllimlər.
Daha sonra təlim nəticəsi ilə bağlı tez-tez edilən səhvlərə baxaq. Bunlar hansılardır? Bunlar müəllimlər, təlim nəticəsində tez-tez edilən səhvlər. Bunları mütləq yadınızda saxlayın, çünki imtahanda düşən suallardandır. Testlərdə çox qarşınıza çıxacaq. Diqqətli olun. Təlim nəticəsi ilə bağlı tez-tez edilən səhvlər bunlardır. Bir dərs üçün həddindən artıq təlim nəticəsi yazılması. Yəni bir müəllim 2-3 təlim nəticəsi müəyyənləşdirə bilər, maksimum reallaşdıra bilər sinifdə bir akademik dərs saatında. Yəni 1-2, yəni 2 və yaxud da 3, ən çoxu 3 olur da maksimum. Yəni ondan artıq 4 təlim nəticəsini reallaşdıra bilərikmi? Yəni 4 dənə məqsəd qoyub qarşımıza onu reallaşdırmaq olarmı sinifdə? Əlbəttə ki, olmaz müəllimlər. Bunun üçün vaxt lazımdır. Bir akademik dərs saat ərzində 2-3 təlim nəticəsindən artıq təlim nəticəsini reallaşdırmaq olmaz. Ona görə də deyir ki, bir dərs üçün həddən artıq təlim nəticəsinin yazılması səhvdir. Təlim nəticəsində edilən səhvlərdir. Başqa nədir səhvlərdən? Təlim nəticəsinin şagirdlərə bildirilməməsi. Biz həmişə deyirik, təlim nəticəsi həmişə şagirdlərə bildirilməlidir. Yəni bu günləri biz təlimdən hansı nəticəni alacağıqsa da, onu mən sizə bildirməliyəm. Məsələn, siz bu günləri smart planlama texnikasını necə istifadə etməyi bildiniz də, düzdürmü? Bu bir təlim nəticəsidirsə, bunu mən sizə qabaqcadan deməliyəm ki, siz bu dərsdə bunları öyrənəcəksiniz. Yəni artıq məlumatlı olasınız. İlin sonu üçün, təhsil səviyyəsinin sonu üçün, bir akademik dərs saatının sonu üçün olan təlim nəticələri müəllimlər əvvəlcədən şagirdlərimizə bildirilməlidir. Daha sonra təlim nəticəsi ilə bağlı tez-tez edilən səhvlərdən biri də odur ki, təlim nəticəsi çox mürəkkəb şəkildə yazılmasıdır. Yəni həddən artıq mürəkkəb şəkildə yazılır, bir fəaliyyəti əks etdirmir, bir neçə fəaliyyəti əks etdirir, yəni onu da qiymətləndirmək çətin olur. Məsələn, şagirdə həm vurma cədvəlini, həm məsələ həllini bir təlim nəticəsində öyrənməyi, yəni həmin bilik bacarıqlara çatmağı bildirsəniz, tapşırsanız, əlbəttə ki, o təlim nəticəsi mürəkkəb hesab olunur. Ona çatmaq da mürəkkəb olacaq və onu qiymətləndirmək də, yəni qiymətləndirmə meyarları seçmək də, müəyyənləşdirmək də sizə çətinlik yaradacaq. Ona görə də təlim nəticəsi həddən artıq mürəkkəb şəkildə yazılmamalıdır. Bir cümlədə daha çox təlim nəticəsi olmamalıdır müəllimlər. Daha sonra əlavə olaraq onu da bildirək ki, təlim nəticəsi ilə bağlı tez-tez edilən səhvlərdən biri də odur ki, feillərin stativ olması. Yəni bu nə deməkdir müəllimlər? Stativ ölçülə bilən demək, ölçülə bilməyən deməkdir. Yəni həmin feilləri biz ölçə bilmirik də. Tutaq ki, cümlənin sonunda bilir, görür, bacarır, öyrənir, bu kimi öyrətdirdi. Yəni bu kimi feillər varsa müəllimlər, bu düzgün təlim nəticəsi deyil. Yəni bunlar ümumidir. Bunları qiymətləndirmək çətin olur. Bunlar stativdir, yəni. Ölçülə bilinməyən feillərdir. Ona görə harda bilir, bacarır, görür kimi feillər görsəniz, bilin ki, o təlim nəticəsi yanlışdır. Düzgün təlim nəticəsi deyil. Daha sonra təlim nəticəsinin müəllim mərkəzli olması. Bu nə deməkdir müəllimlər? Yəni təlim nəticəsi şagird mərkəzli olmalıdır. Yadınızda qalsın, müəllim mərkəzli deyil. Biz bilirik ki, kurikulum şagirdə yönəlikdir. Şagirdin məqsədinə uyğun olmalıdır və biz də mütləq şagirdin məqsədinə uyğun təlim nəticəsi seçməliyik. Müəllim mərkəzli deyil. Məsələn, şagirdin deyir, nə öyrənəcəyini deyil, müəllimin nə edəcəyini əsaslandırır təlim nəticəsində. Tutaq ki, belə bir şey deyil, vurma cədvəlini öyrətdi. Bu kimi təlim nəticəsi səhv hesab olunur. Niyə? Çünki cümlənin sonunda öyrətdi, müəllimə məxsusdur. Müəllimin nə edəcəyini bildirir. Şagird burada nəyisə öyrənməyib. Müəllim deyir, vurma cədvəlini öyrətdi. Öyrətdi, kim öyrətdi? Müəllim öyrətdi də, müəllimlər. Ona görə də müəllim mərkəzli hesab olunur bu təlim nəticəsi. Müəllim mərkəzli hesab olunur, şagird mərkəzli olmalıdır təlim nəticəsi. Bura qədər müəllimlər, sağ olun, salamat qalın. Kanalımıza abunə olmağı, əməyə hörmət olaraq kanalımızı bəyənməyi və rəy bildirməyi unutmayın. Sağ olun, salamat qalın. Bu cür tip video izahları belə deyək, yenidən görmək istəyirsinizsə kanalımıza da abunə olmağı unutmayın. Hər birinizə uğurlar.